Azərbaycanda həm dövlət səviyyəsində, həm də özəl sektor səviyyəsində çox möhtəşəm kitab sərgiləri keçirilməsi bir ənənəyə çevrilibdir. Bu il də 1-7 oktyabr tarixində 11-ci kitab sərgisi Mədəniyyət Nazirliyi tərəfindən keçirilir və bu Azərbaycanın mədəni həyatında çox önəmli hadisə sayılmalıdır. Mən də həm bir müəllif kimi bu kitab sərgisində öz kitablarımın təqdimatı ilə, həm də bir oxucu kimi kitab sərgisində iştirak eləməyi özümün bir mənəvi borcum hesab edirəm. Azərbaycanın düşünən insanlarını, ziyalılarını, müəllimlərini, məktəblərini bu kitab sərgisində istəklə, həvəslə iştirak eləməyə dəvət edirəm. Çünki hər bir mədəni insanın həyatında kitab önəmli yer tutur. Bir ömrün dəyəri onun nə dərəcədə kitabla zəngin olması ilə ölçülür. Mən əminəm ki, öz ömrünüzü dəyərləndirəcəksiniz.